Tək adamlar sanki birdən-birə Krımı böyütmüşdülər. Krım öz havasına qayıdırdı, öz ruhuna qayıdırdı. Çox gözəl bir duyğudur. Yəni torpaq belə əsl sahibini hiss edir. Kim yabancıdır, kim oranın sahibidir, onu torpaq belə hiss edir. İnsanları yalnız bazara gələ bilirdilər. Mən hər gün bazara gedirdim, istədim, istəmədim. Yəni odamda var onsuz da. Hər gün gedib onlardan armud, alma alırdım konuşmaq üçün. Krıma ilk gedəndə bir silsilə, bir 5-6 şiir yazmışdım. Başımın üstündə ağlar buludlar, başımın üstündə səssiz fəryadlar, gecələr yuxuma girib dəstə ilə köməyə çağırır bu yetim adlar. Yəni bizim üçün Krımın ən böyük önəmlərindən biri, Krımı bizə əziz edən dəyərlərdən biri də İsmail bəy Qaspıralıdır. İsmail bəy Qaspıralının açdığı tərcüman məktəbi bütün Türk dünyasını yəni maarifləndirib, Türk dünyasını qəflətdən oyadıb. Bəkir Çobanzadə də burada bizim bilirsiniz maarifçiliyin inkişafında çox böyük rol oynamış Azərbaycanda. Krım deyəndə ilk növbədə dünyanın bir cənnət köşəsi. Krım coğrafiyada baxsanız bir ürəyə bənzəyir. Ürəyə bənzəyir əslində. Mən elə gəlir ki, elə yer kürəsinin ürəyi Krımdır.